Salam, danışırıq Moğol dövləti haqqında. Moğol dövləti 1526-cı ildə Babur Şah tərəfindən yaradılmış, paytaxt Aqra şəhəri olmuş, mənşə türk, Hindistanda yaranan dövlət idi. Dehli sultanlığının süqutu nəticəsində yaranmışdır. Moğol dövləti Dehli sultanlığından fərqli olaraq İslam dinini zorla yaymırdılar və hətta Babur Şah cizyə vergisini ləğv etmişdir. Dövləti ümumiyyətlə idarə edən imperator idi, imperator qeyri-məhdud hakimiyyətə malik idi. 1556-1605-ci illərdə Moğollarda hakimiyyətə Əkbər Şah gəlir. Əkbər Şahın dövlətin ən qüdrətli dövrü olmuş, Qızıl əsri adlanmış. O Hind knyazlarla müsəlman arasında hüquq bərabərlik təmin etmiş, vahid ölçü çəki pul sistemi tətbiq etmiş, vahid qanunlar vermiş, dövləti imperiyaya çevirmişdir. Osmanlı, Səfəvi, Portuqal və Özbəklərlə diplomatik əlaqə saxlamışdır. Mərkəzi Şimali Hindistanı tabe etmiş, Əfqanistanın bir hissəsini tabe etmişdir. Əkbər Şahdan sonra gələnlər Moğol dövlətini mərkəzləşmiş dövlətə çevirə bilmişdilər. 18-ci əsrdən başlayaraq Moğol dövləti dağılmağa başladı. 1859-cu ildə dövlət süqut edir. Moğol dövlətində torpaqlar, dövlətə məxsus torpaq xalisə adlanırdı. Şərti torpaq, zagir, Hind knyazları şəxsi torpaqlar isə zəmindarlıq torpaqları idi. Soyurqal və ya mülk torpaqları sufi şeyxlərinə, ruhanilərə məxsus torpaq idi. Onun sahibləri vergidən azad idilər. Moğol dövləti haqqında bu qədər. Sağ olun.